Dostlar, mən video paylaşmışdım o vaxtı. Çoxunuz başa düşmədiniz. Mən videoda var idi ki, dünya 3, 6, 9 rəqəmi üzərində qurulub. Çox uzun boş sayısız. Çünki kvadrat 9, o mən Godzilla proqramını göstərəndə kvadrat 9, indi onu tam bilmirlər, tam öyrədənlər də yoxdur sizə. Kvadrat 9-da siz onu çox boş şey başa düşdünüz. 10 nəfər çıxdı getdi. Mən indi prosta baxım görüm qrupda necə eləyirsə, ikinci dəfə insanlar gəlməyəcək. Qrupdan çıxan insanlar ikinci dəfə daxil ola bilməz. Onu baxacağam, öyrənəcəm. Görüm necə eləmək lazımdır. Vaxt yoxdur, baş qatışıb tradingə də. Həm də o bir tərəfdə bir balaca. Nəysə, o şey. Fikir verin. Bibliyada yəni 3 troyça var. Svetaya troyça. Koranədə 6 dənə tvareniyadır, 9 znameni var. Sonra Yegiptdə 9 Allah var. Təbətdə nədir? 3 ay sezondur. Fikir verirsin, 9 ay insan dünyaya gəlir. Mən sizə fokusda göstərəcəm. İndi görəcəksiniz rəqəmlərini. Diqqətlə baxın, axıracaq. 3 bucaq təbətdə birinci dözümlü fiqurdur. Yəni 3 bucaq çəkmişəm ki, məsəl üçün. 6 bucaqlı vasitəsilə kristallar və s. arılar öz yerlərini necə düzəldir? DNK-lar, onlar yəni 6 bucaq vasitəsilə olur. Sonra 9 bucaq isə yeni hesaba keçid deməkdir. Bədənimizdəki temperatur 36,9-dur, yəni normal bədənimizdəki temperatur. Deməli, bu mənalısı nədir? 3, yəni fikirləşirsən, 9 hərəkət edirsən, yəni onu etməyə başlayırsan. Fikir verməyin, ruçkanın başladı. Mən dəfə qıra-qıra gedirəm bütün ruçkadan. 9 isə eləyirsən, yəni siklın sonudur. Çox insanlar 3 və 6-nın arasında qalır. Yəni fikirləşir, etmir. Diqqətlə görmürsünüz ki, otururlar, ən yaxşı ideyalar çayxanalarda yaranır, dostlar. Danışırlar, amma heç bir hərəkət də eləmirlər. Yəni bütün biznes ideyaları hamısı çayxanalarda yaranır. Kvadrat, yəni 9 qanı, 9 var, squat 9 gedir o. Onun sadə bir metodu heç, yəni Godzilla proqramı vasitəsilə onu sizə öyrətməyiblər, tam işləməyə, tam da bilmirsiniz. İndi isə mən sizə bir fokus yazacağım. Bunların hamısını qoyaq qırağa. Elə bir ki, mən sizə dediyim hamısı, bunlar hamısı boş şeymiş akası. Akası boş şeymiş. Necə ki, siz qəbul edirsiniz, boş şey qəbul edirsiniz. Bu il neçənci ildir? 2025 bərabərdir. Bir rəqəmləri toplayaq. 2 üstəgəl 0, üstəgəl 2, üstəgəl 5 bərabərdir 9. Oldu mu 9? Bu oldu təsadüf, düzdürmü? Bunu qoyduq qırağa. 1935 tutalım ki, bərabərdir. 1, üstəgəl 9, üstəgəl 3, üstəgəl 5. Gördünüz mü? Topladın mı? Bərabərdir. Deməli, 18. Bərabərdir. İndi 1 üstəgəl 8 bərabərdir 9. Sonu da 9, sonu da 9. Bunun sonu da 9. Bunun sonu da 9. Görürsünüz, mən sizə bunu başa salım, diqqətin qulasın. Sonra, gəlin tam ki, elə bir, lübay bir şey, bunlar hamısı boş şeydir. Necə ki, siz boş şeydir, hamısını attım zibilliyə. Götürəm lübay bir tarixi, tam ki, 2009, 10-cu ay, 1929, heç gedəm lap uzaqlara, ağlım gələn uzaqlara. Başlayıram toplamağı. 2 üstəgəl 9, üstəgəl 1, üstəgəl 0, üstəgəl 1, üstəgəl 9, üstəgəl 2, üstəgəl 9. Baba, bunları bir-bir topladım. Düzdürmü? Elədir 33. Düzdürmü? Bərabərdir. 3, üstəgəl 3, bərabərdir 6. Niyə? Bunların hamısı zibillikdə. Fikir verirsinizmi? Görürsünüzmü? Ona görə birinci növbədə siz onu başa düşmək üçün bunu başa düşməliydiniz. Bu ili də götürdüm. Boy bir
il də götürdüm. Ağlıma gələn bir il götürdüm. 1935 oldu. Hə. Və Lübboy bir dənə tarix də götürdüm. K-neçi 9, K-neçi 9, K-neçi 6. Niyə? Nətər oldu öyle? Fikrinizi şərhlərdə yazın. İkinci sözün başlayanda göreceğiz. Bəzi videolar paylaşdım. İndi prosto rus dilində deyənə vaxt yoxdur onu tərcümə eləməyə. Sizlər üçün kim istəyirsə bir nəfər tapsın, tərcümə eləsin onun üçün. Onlar hamısı faydalı videolardır. Ona yaxın insan çıxdı getdi. İndi mən fikirləşim gömrət edim ki, gedən insan təzədən gəlməsin. Çünki mən dediyim məlumatda 1% insanlar bilir. Kim 1% insanlardan olmaq istəyirsə onlar qalacaq. Kim 99% insanlar olmaqsa o olacaq. Qanzila proqramı vasitəsilə də mən sizə göstərmişdim. Ən sadə üsulunu göstərdim. Hələ kobud varı birinci üsulum. Heç ikinci, üçüncü, dördüncü üsulu onu işlətməyə göstərməmişəm. Gördünüz ki, döngə nöqtələri nə idi? Necə idi? Onu istəyirsən Bitcoin də elə, istəyir get nə bilim qızıl da elə, istəyir nə bilim altcoin da elə, hard eləyirsən elə. Bu bir. Kimlərsə əgər təzə gəlibsə ilk videolardan baxmalıdır. Həm YouTube'da da, həm TikTok'da da. Bəzi videolar var, TikTok buraxmır, bəzi videolar var, YouTube buraxmır. Ona görə elə bir şey var ki, ikisini də bərabər baxmalısan. Yəni bunlar hamısını belə paylaşıb getmişəm. Necə qaldı ki, sizə mən danışanda qanın çox metodları var. William Derbit qan, bəlkə kimsə öyrənsə, en qədər videolar var internetdə. Baxıb öyrənə bilərsiniz. O videoların çoxsu sizə 60%, maksimum 70% profit verəcək. Heç biri 92, 93, 94% kimi profit verməyəcək. Çünki onlar tam sizə izah olunmur. Başa salanlar da oradan buradan oxuyub deyənlərdir. Yəni necə deyimsə, yalandan bir balaca qutalıyıb axtaranlardır. Yəni tam belə bilməyənlərdir. Ona görə də kvadrat 9-u və Qanzila proqramını birləşdirəndə bacarığın çox artır. Çox insanlar trade eləyəndə böyük məbləğlərlə, onlar müəyyən bir məbləğləri müəyyən bir yerlərdən sıxır. Qaldı ki, indi mən o vaxt traderin batmasından söhbət edəndə kim istəyirsə giysin, baxsın 100 milyonu necə itirdi. Onun itirmə səbəbi birinci növbədə profi tərəfdən baxsa ictimailəşdirmək gedir. İkinci bir tərəfdən isə balansını getdikcə töz əməliyyat məbləğini artırmaqdır. İndi Çindən orada 1 milyard nə qədər, əslində 1 milyard nə qədər bölsəz 40-a real qoyduğu pulu görəcəksiniz. İndi orada biraz komissiya da var üstündə, belə deyəm. İndi isə orada səbəb nə idi? Ona görə o güclü məbləğlərlə girmişdi. Daşa heç 50% yəni bacarığı yox idi. O insan elə də güclü bacarığı olmayıb, komandada olub. Mən o barədə çəkib göstərmişəm. Çünki komanda vasitəsilə gedir. Hər bir şey komandadan asılıdır. Komandada sizdə 2 nəfər, 3 nəfər əla bilən olsa, 9 nəfərlik komanda olsa, 9 nəfərlik də tradingdə 3 nəfər 9 nəfəri daşıyacaq. Trading elə bir şeydir, yəni. Yəni belə götürək. Adi bir dənə məsəl üçün Vasif bəyin komandasında siqnal verən qrupdan söhbət edirəm. O da bir komandada, elə belə deyil. Vasif bəyin komandasında məsələn 200-300 nəfər bir insan Vasif bəy 200-300 nəfəri daşıyır. Yəni Vasif bəyin verdiyi siqnala görə tutalım ki, bu qiymətdən düşəcək. Yəni indi kim evdədirsə, kim vaxtı varsa tutamdı bir 50 nəfər. 50 nəfər artıq Vasif bəyin komandası sayılır. Bir var şəxsi adını oturub müzakirə edən komanda. Bir də var ki, sakit qıraqdan oturub əsas insanların dediyini yerinə yetirən komanda. Məsələn, siqnal qrupu insanın dediyini yerinə yetirən komandadır. O da komandadır. Çünki niyə? Çünki paylaşılan siqnal uğurlu olursa, həmən yerdən daxil olan insanlar hamısı uğur qazanır, yəni belə deyəm. Bu da komandanın uğuru deməkdir. Vasif bəy haqqında da mənim videom var, yəni mən heç kimə o vaxtdan demişəm, paxıllıq eləmirəm, heç kimə də paxıllığım yoxdur. Azərbaycanda yəni mən onu güclü trader kimi görürəm deyənə.
Yəni o siqnal qrupu haqqında da paylaşmışam. Pulsuz siqnal qrupu, pullusu da var. Pulsuz siqnal qrupunda çox mən bildiyim kimi nəticələr paylaşılır. Müraciət edib yaza bilərsiniz. Pullu siqnal qrupuna da keçə bilərsiniz. Yəni sizin öz fikrinizdir, öz addımızdır. Qaldı ki, öyrənmək. Mən indiyə keçdiyim mövzular var. Hamısını mən tradingdə mövzular keçirəm. Yenə deyirəm, kimisə şirinlikləndirmək üçün yenə də sizə göstərdim. Kimisə şirinlikləndirmək üçün mən burada balans göstərmirəm. Çünki mənim bu məqsədimdir. Balans göstərmək gələcəkdə olacaq. Müəyyən bir vaxt lazımdır ki, gəlsin, çıxsın. Çox insanlar görmədiyini, bilmədiyini boş şey sayır. Boş şey saydıqlarını mən yenə də boş olduğunu bizim ilə görə göstərdim. Müəyyən bir ağlıma gələn il götürdüm, göstərdim boş olduğunu. Boş olduğunu müəyyən bir tarix götürdüm və müəyyən bir tarix topladım və müəyyən bir rəqəm. Niyə bu 5 rəqəmi alınmadı? 4 rəqəmi alınmadı. Dünya 3, 6 və 9 rəqəm üzərində qurulub.